Salamlar, 3-cü dərsimizdəyik. Bugünkü dərsimizdə stringlərlə işləyəcəyik. Stringləri birləşdirmələrə baxacağıq. F string tətbiq eləyəcəyik. Funksiyalara baxacağıq. Upper, lower, yəni hərfləri böyütmək üçün olan funksiyalardır. Daha sonra slicing, yəni kəsmə ayırma işlərinə baxacağıq. Birinci başlaya bilərik birləşdirmələrdən. Bunun üçün istifadə edirik plusdan. Bir yolu budur. Digəri join metodudur. Digəri isə F stringlərdir. Birinci başlayaq pluslardan. Gəlirəm koduma. Burada 3 dənə ayrıca variable yaradaq. Biri olsun ad. Yazaq bura Nigar. Digəri olsun soyad. Bu da olsun Həsənova. Belə. Üçüncü də olsun yaş. Bu da olsun 30. Mən aşağıda təzə bir variable yaradacağam. Ad olsun məlumat və bunun içərisinə Nigar Həsənova 30 yaşındadır adlı bir cümlə yazacağam. Onun üçün yazıram burada həmin variable'ların adlarını. Yazıram ad. Sonra bura qoyuram plus. Və plusdan sonra bir dənə boşluq da qoymaq istəyirəm. Çünki Nigar Həsənova yan-yana yazsam, burada boşluq olmayacaq. Ona görə belə bir boşluq qoydum. Sonra qoyuram bura soyad sözünü, ad, soyad. Daha sonra yenə boşluq. Və bura yazıram yaş sözünü, variable kimi. Daha sonra yazıram, ara buraxıb yaşındadır. Bu yaşındadır əvvəlinə də belə işarə qoydum ki, çünki yaş ilə bu yaşındadır sözü bir-birinə birləşdirməsin deyənə. İndi bunu terminalda göstərə bilərəm. Baxaq necə görsənir. Yazaq bura məlumat. Aşağı gəlirəm, yazıram bura Python 3 dərs 3.py. Nigar Həsənova 30 yaşındadır. Belə formada görsənir. Burada indi bir məqama fikir verin ki, mən yaşı string kimi bildirmişəm. Əgər bunu belə stringli burada silsəm, rəqəm eləsəm, keçən dərsdə də gördünüz ki, burada problem yaşanacaq. Çünki stringlər rəqəm qəbul eləmir bir-birinə və belə bir problem gəlir. Int qəbul olunmaz stringdə. Ona görə bunu həll etmək üçün iki yol var. Təbii ki, birinci yolumuz bunu string eləməkdir. Digəri isə yaşı özünü stringə çevirməkdir. Burada string funksiyası var. Belə yazıram və bunun ətrafına stringi funksiya kimi belə yazsam mənə heç bir problem verməyəcək. Çünki stringə çevirir. Nigar Həsənova 30 yaşındadır. Digər metodu isə biz tətbiq eləyə bilərik F stringə. Ona keçməzdən əvvəl mən burada join-u da göstərim. Bu join funksiyasını. Join funksiyası biraz fərqlidir. Buna baxmayaraq ki, funksiya kimi tətbiq olunur. Daha çox arraylərdə işlənir, amma yenə də göstərmək istəyirəm. Bura bir dənə boş, bir dənə space olan string qoyuruq belə. Boş space olan string. Daha sonra bura nöqtəyə basıram. Və nöqtənin içərisində bizdə var burada join funksiyası. Belə yazdım və mötərizə açdım. Bunun içərisinə açıram kvadrat mötərizə və bunun kvadratın içərisində burada yazılmış variable'ların adlarını vergüldən bir-birinə ayırıb yazacağam. Yəni ad, vergül, sonra soyad, vergül, daha sonra yaş və ən sonunda da yaşındadır sözünü belə yazdım və bizə burada cavabı göstərəcək. Amma yenə də burada yaşı rəqəmlə yazmışam deyənə mənə error verəcək. Ona görə biz yaşı çevirib eləyək burada string və cavabı burada baxaq. Baxın, Nigar Həsənova 30 yaşındadır. Bu space-in yerinə başqa bir şey də yaza bilərəm. Məsələn, vergül qoyaq. Vergül qoyub aşağıda gəlsəm, təkrardan çalışdırsam, baxın, hər bir hərfdən sonra, hər bir sözdən sonra daha doğrusu vergül qoyur. Buna əlavə eləyir sonuncudan başqa. İndi keçək F stringlərə. Burada aşağıda nümunə var. Cavab bərabərdir. F yazılır burada. F əvvəlinə formatlama sözündən gəlir. Daha sonra ştrix açılır belə. Burada açılır, burada da bağlanır. Və normal string yazılır. Amma içərisində bir rəqəm var. Görürsünüz 13 yazılıb. Və bu 13-ü quyruqlu mötərizə ilə belə yazdıq. Və bunun sayəsində həmin rəqəm bu stringin içərisinə girə bilir. Bu rəqəmin yerinə biz variable da yaza bilərik. Hər hansı bir Python kodu da yaza bilərik və onu stringə çevirib bizim üçün göstərəcək. İndiki nümunəmizdə mən istəyirəm ki, burada yaşı string yazmana əlavə eləyim. Bunları hamısını silim belə və əvvələ başlayıram bura F yazmaqdan. Yazıram F. Daha sonra yazıram ştrix belə. Amma çəpən bağlayıram və bu iki dənəsinin arasına yazıram həmin ad, soyad və yaşı. Və ad bizdə variable olduğu üçün, string olmadığı üçün buna açıram quyruqlu mötərizə belə və yazıram adı bura. Daha sonra boşluq qoyuram və burada qoyduğum boşluq buradakı boşluqlara bərabər olur. Nə qədər boşluq qoysam, o qədər boşluq burada görsənəcək. Ad yazandan sonra ikinci olacaq məndə soyad. Daha sonra bir dənəsi də yazaq yaş və ən sonunda da olacaq yaşındadır belə. Və yaşındadır üçün heç nə istifadə eləmədim, çünki adı string olduğu üçün. Və indi aşağı gəlsəm,
Təkrar da bunu çalışdırsam, Nigar Həsənova 30 yaşındadır və yaşı da mən burada heç nəyə çevirmədim, heç bir stringə çevirmədim, özü özlüyündə həll elədi. Çünki f-stringdən istifadə edirəm. İndi isə keçək növbəti mövzuya, string case funksiyaları. Yəni bunun sayəsində biz həmin stringin hərflərini böyük, kiçik və yaxud da müxtəlif formada versiyalar tətbiq edə bilərik. Burada upper, lower, title, capitalize, swap case kimi ən çox istifadə olunan funksiyalar var. Upper'ın mənası da bütün hərflər böyük yazılacaq, lower-da hərflər kiçik yazılacaq tərsinə olaraq. Mən indi bunları funksiyaları bir-bir kodda tətbiq edeyim. Bunları hamısını silək və bura bir dənə kod mətn yazaq. Belə yazaq ki, içərisinə Python məsələn Python proqramlaşdırma dilidir. Belə yazdım. Və fikir verirsinizsə bütün hərfləri hamısını balaca hərflə yazdım bilərəkdən. Çünki burada upper, lower və digər funksiyaları tətbiq edəcəm. Başlayaq indi upper'dan. Mən elə printin birbaşa olaraq printdən istifadə edeyim. Çünki mətnimi elə burada göstərim yenilənmiş versiyasını. Yazıram bura mətn nöqtə yazdım upper. Elə yazdım cavabını. Və 0 falan yazmırıq. Mötərizə açdım. Və indi aşağıda yazıram Python. Ya da aşağı kolonunu istifadə eləmişdim. Belə. Python proqramlaşdırma dilidir və bütün hərflər böyük formada belə yazıldı. Yəni balaca yazılmasına baxmayaraq bizim hərflərimizi çevirdi, böyük elədi. Bunun eynisini lower kimi tətbiq edirik. Yəni lower yazanda da hərflərimiz balaca formaya gəlir. İndi eyni mətni göstərəcək bizdə, amma mən burada bir dənə hərfi böyük yazım. Məsələn, M hərfini belə yazdım, yaxud da M-nın ılığını da belə yazaq böyük hərflə. Və lower tətbiq eləmişəm deyənə, məndə o M-lı hərfi də balaca formada yazılacaq burada, fikir verirsiniz. Daha sonra bizdə var title. Title-ın sayəsində bir mətnin içərisində olan bütün sözlər böyük hərflə başlayır. Yəni burada Python-da P hərfi böyük olacaq, proqramlaşdırmada P və dilidirdə də D hərfi böyük formada yazılacaq. Və mətn nöqtə, onu da eləmək üçün mətn nöqtə title yazıram. Title normalda ingilis dilində başlıq deməkdir, amma burada başlıqda da hərfləri hər biri sözü böyük hərflə başlamaq üçün istifadə olunur. Yazıram bura belə və hərfləri mənim üçün böyük formada göstərdi. Növbəti funksiya capitalize-dır. Onu tətbiq eləmək üçün bura yazıram capitalize belə. Yazılı sözü də gəlir capitalize. Və burada birinci P hərfi Python proqramlaşdırma dili cümləsində P hərfi böyük yazılacaq və Python birinci hərfi böyük yazıldı. Daha sonra swap case var. Swap case də bizim gördüyümüz işi tərsinə görmək üçündür. Bütün hərflər kiçikdirsə, böyük yazılır, böyükdirsə balaca formaya gətirir. Yazıram bura capitalize-in yerinə swap case. Belə. Daha sonra bura tətbiq edək. Məsələn, Python dərsi 3 belə tətbiq elədim. Burada yazılmış ya hərfləri balaca formada böyük göstərdi və burada m-lını böyük yazmışdım. Onları isə tərsinə formaya belə gətirdi. İndi isə belə bir şey eləmək olar. Mən istəyirəm ki, burada hərflərimin içərisində bəzi hərfləri böyük yazım, bəzən kiçik yazım belə. Mən istəyirəm ki, buradakı cümlələrin içərisində, bu cümlənin içərisində biraz düzəliş eləyim. Yəni bütün hərfləri birinci balaca yazım, hamısını balaca formada göstərsin və birinci P hərfin böyük formada yazılsın. Onun üçün 2 dənə dalbadal funksiyanı tətbiq edə bilərəm. Yəni mətn.swap case yazdımsa, bunun yerinə yazaq lower məsələn. Və lower yazandan sonra bu 2 dənə mötərizədən sonra təkrardan nöqtə qoyuram və yazıram bura capitalize. Yəni sözün birinci hərfi böyük yazılsın. 2 dənə funksiyanı dal-dalınca yazdım. İndi mənim mətnim daha gözəl göstərəcək. Baxın, Python proqramlaşdırma dilidir. Yalnız birinci hərfi böyük yazıldı. Halbuki mən içərisində bəzi hərfləri böyük, kiçik formada yazmışdım. Amma burada səliqəli hala gətirmiş oldum. İndi isə keçək slicing-a. Slicing-in mənası bölmə ayırma işləridir. Bunun üçün istifadə edəcək kvadratdan və bunun içərisində indekslərin, elementin, hərfin indekslərini yazacaq. İndeks nə anlama gəlir? Burada mətni silək, içərisinə bir dənə balaca sadə bir söz yazaq. Məsələn, programmist belə. Bunu da silək. Və proqramist sözündə normalda proqramlaşdırma dilində əgər bir datanın içərisində çoxlu element varsa, hər bir elementə indeks kimi yanaşılır və hər bir indeks 0-cı rəqəmdən başlayır. Yəni bu birinci burada P hərfi 0-cı rəqəm olacaq, 0-cı indeks. Ondan sonra 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu indeks olacaq axırıncı. Özü proqramist sözü özü 10 hərflidir, amma normalda 9 dənə axırıncı indeksi 9 dənə olacaq. Bəzi dillər var ki, orada indekslər 1
1-dən başlayır, amma çox proqramlaşdırma dillərində Pythonun içi daxil 0-dan başlayır. Burada o deməkdir ki, mən prog sözünü buradan çıxarmaq istəyirəmsə, birinci indeksim 0-dan başlayacağam. Onu da eləmək üçün mətndən sonra belə kvadrat işarəsi qoyuram, nöqtə yazmıram. Kvadrat qoyandan sonra birinci 0 yazdım, yəni birinci hərfi götürürəm. Daha sonra belə 2 nöqtə qoyuram, kolon deyilir və kolondan sonra burada sayıram. 0, 1, 2, 3 və bu 3-cü indeksimizdir və buraya yazacağım 4-cü indeksi. Ona görə ki 4-ü yazanda burada 4-cü elementi götürmür, bunu götürmür. Amma burada buna kimi gətirir. 0-da 0-cını götürür, amma axırda olan hissəni bu r hərfini götürməyəcək. Sadəcə proqu mənim üçün verəcək. İndi cavaba baxaq burada. Yazıram və prog sözü mənim üçün gəldi. Əgər burada 0-ı silsəm belə, əvvəldəki 0-ı silsəm, onda Python anlayacaq ki, mən hərfimi, yəni sözümü tam olaraq başlanğıcdan başlamaq istəyirəm. Fərqi yoxdur. Burada 0 yazmasam, proqram sözünə ən başda p-dan başlayacaq. Yəni mənə yenə eyni cavabı verəcək. Və yazıram burada belə prog. Eyni formada axırıncı hərfi də, axırıncı rəqəmi indeksi də belə sıfırlaya bilərəm. Məsələn, əvvəldə deyim ki, mən r hərfindən başlamaq istəyirəm və sayıram 0, 1, 2, 3, 4. 4-cü indeksimiz budur. Buraya yazıram 4 və axırı boş buraxıram və ən axırıncı hərfə qədər mənə burada bu cavabı verəcək. Tutalım ki, Ramist yazılsın aşağıya. Ramist yazıldı. Yəni buradan hərflərin sayını artırsam belə, başqa bir hərfləri yazsam, yenə mənə axırıncı hərfə kimi olan hər şeyi verəcək. Eyni formada mən burada əgər bunları ikisini də silsəm, mənə bütöv proqramı sözünü verəcək. İndi soruşarsınız ki, əslində bunu mətnlə də eləmək olur, düzdür. Amma yenə də belə bir yol da var bunu eləmək üçün. Hər ikisini boş buraxırıq və bizə bütöv sözü, proqramı sözünü belə formada verir. Digər məsələ isə bölmə işlərində belə bir metodu var. Tutalım ki, mən hər bir elementin ikinci hərfini silmək istəyirəm. Onun üçün ümumilikdə 9 dənə indeksdir. Belə yazıram. Heç indeksi bilmiriksə buna boş da buraxa bilərik. İndi bilirəm deyənə 9 yazacağam. Daha sonra 2 yazdım bura. Və burada 2-nin anlamı odur ki, hər bir ikinci hərf silinəcək. Yəni burada r, daha sonra q, a, i və t hərfləri özündən silinəcək. Qalanlar isə olduğu kimi qalacaq. İndi cavaba baxaq. Baxın, p, o, r, m, s belə hərflər buradan hər bir ikinci hərfi çıxardı deyənə mənə belə bir cavab verdi. Proqramı sözün tərsinə çevirmək üçün isə burada fərqli metoddan istifadə edəcəyik. Yenə eyni qaydada, amma fərqli yolla eləyəcəyik. Bura gəlirəm 2 dənə dalbadal belə kolon yazıram və -1 yazıram. Və burada 2 dənə dalbadal kolon yazmağın məqsədi, normalda mən demişdim ki, əgər heç nə yazmırıqsa başdan başlayır, ona görə 0 olacaq və əgər axırındakını da yazmırıqsa yenə 0 olacaq. Yəni bunu belə də yaza bilərik, amma boş buraxırıqsa bütün cümləni bizim üçün götürür və -1 yazanda da həmin hərfləri tərsinə çevirmək anlamına gəlir və belə yazsam və mənim hərflərimə t, s, i, mar, qorp belə bir cavab verir mənim üçün, çünki bunun tərsinəsi olduğu üçün. Əla, bugünkü dərsimiz bu qədər. Bu günləri öyrəndik stringləri birləşdirməyi, plus join, f stringlər, daha sonra hərfləri böyük-kiçik yazmaq funksiyalarına baxdıq və sonda da slicinglərə baxdıq. Əgər sualınız olarsa mütləq kommentlərdə bildirin. İnşallah növbəti videoda görüşərik. Sağ olun.